الحمد لله الذي جعل رمضان سيد الأيام والشهور وضاعف فيه الحسنات والأجور. نحمده سبحانه ونشكره وهو العزيز الغفور، وأشهد أن لا إله إلا الله وحده لا شريك له يعلم خائنة الأعين وما تخفي الصدور. وأشهد أن نبينا محمدًا عبده ورسوله بعثه الله بالهدى والنور، صلى الله عليه وعلى آله وصحبه ومن اقتفى أثره إلى يوم النشور. أما بعد، فأوصيكم بتقوى الله، فإن النجاة والفلاح في التقوى. Aziz, değerli Müslümanlar, ilk önce Allah'tan qorxmağı tövsiyə edirəm. Çünki qurtuluş da, uğur da, nicat da təqvadadır. Və sonra bilin ki, ey oruç tutanlar, ey Ramazana yetişib, onun ibadətini yaşayanlar, bu ay başqa aylara bənzəmir və bənzəri də yoxdur. İşi əzəmətlidir, böyüdür. Dəyəri, qədri ucadır, yüksəkdir. Və vaxtı ilin ən şərəfli vaxtıdır. Fəziləti saysız hesabsızdır, saymaqla bitmir. Tərifləri tükənmir. Elə bir mövsüm ki, ticarət etmək istəyən üçün bol qazanc var onda. Və həmçinin də azmış, özünü günahlara sürükləyənlər üçün həlak var, əgər istifadə etməsələr ondan. Və artıq Ramazanın əvvəli gedib, ortasına çatmışıq. Artıq ay bütövlənib, tamamlanıb. Əksəri yoxdur artıq bu günlərin. Bu fürsət hansı ki gəlmişdi, sürətli bulut kimi ötüb keçir. Ona görə çalış ki, bu qapı bağlanmamış, ondan daxil ola biləsən. Tələs bu vaxtlardan bacardığın qədər istifadə etməyə, həmd et, şükür et Allah Teala'ya ki, çatdırıb səni bu aya, imkan verib yaşamağa bu ayı. Ona görə itayətində, ibadətində çalış, hələ bitməmiş, qurtarmamış. Çalış ki, bu ayda olan savabdan nəsə pay əldə edə biləsən. Və bu saatlar nə qalıbsa ondan onlar da keçib gedəcək, uğurlanacaq, sonra axtarılacaq. Və bu qonaq az qalıb ki, səfərə çıxsın, bu ay sona çatsın. Ona görə nə qalıb, onda səy göstər ki, keçmişdə olanlar bağışlansın. Və əgər nə qalıb onda istifadə etməsən, keçmişdə olanlar üçün də, gələcəkdə olanlar üçün də bil ki, onsuz da sorğu-sual olunacaqsan. Və Ramazan ayı, bu əzəmətli ay, artıq yarısındayıq dediyimiz kimi. Artıq bu əzəmətli ay çevrilib getməkdədir. Kim bu ayda Allahın ipindən yapışdısa, tutundusa, böyük bir xeyr əldə edib. Və kimin ayaqları sürüşdüsə, bu ayı dəyərləndirmədisə, həqiqi məhrum odur. Ona görə də həqiqi bədbəxt, həqiqi qafil o kəsdir ki, bu ayı asilik içərisində davam etdi. Rüsvayçılıq, rəzillik, arxayınlıq, peşmançılıq qaldı ona. Halbuki buyurur ki Rəbbimiz, ya ibadi, innəmə hiyə ə'məlukum muhsihə ləkum. Ey bəndələrim, bu yalnız sizin əməllərinizdir. Onları sizin üçün sayırıq. Thumma uvaffikum iyyəha. Sonra
size onların mükafatını vereceği, əvəzini vereceği. Fəmən vəcədə xeyran fəliyəhmədillah. Kim xeyr tapsa, Allah Teala'ya həmd etsin. Və mən vəcədə qeyrə dəlik fələ yəlümmənə illə nəfsə. Kim ondan başqasını tapsa, öz nəfsindən başqa heç kimi günahlandırmasın. Və Ramazan ayının günləri əzəmətli günlərdir. Ona görə qorunmalıdır, hörməti saxlanılmalıdır, ehtiram edilməlidir, alçaldılmamalıdır. Ona görə hər kəs baxsın bu ayda etdiyi əməllərinə, baxsın danışdığı sözlərinə, baxışlarına nə qazanıb, baxsın əzalarını şərdən, boş-boş əyləncələrdən qoruya bilib yoxsa yox. Baxsın bu əzəmətli səfər üçün lazımı qədər yetərincə azıqa götürə bilib yoxsa yox. Yoxsa ki bu ayda özünü Allah Teala'nı qəzəbləndirəcək əməllərə ərz edib, sövq edib, haqsızlıq edib, günah edib. İbn-i Xuzeymə rahiməhullah, eləcə də İbn-i Hibban öz səhihlərində rəvayət edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm qalxdı minbərinə, dedi əmin, əmin, əmin. Və səhabələr dedilər ki, ya Rasulallah, minbərə qalxdın, dedin əmin, əmin, əmin. Dedi ki, sallallahu aleyhi və səlləm, Cəbrail yanıma gəldi. Dedi ki, Ramazan ayı daxil oldu və kimsə bağışlanmadısa, o da daxil oldusa, Allah Teala onu uzaqlaşdırsın. De əmin, dedim əmin. Və Qatədə rahiməhullah deyir ki, kim Ramazanda bağışlanmadısa, o bağışlanmayacaq. Ona görə də bu günlər, ömrümüzdən olan bu vaxt məsuliyyəti boynumuzdadır. Nə etmişik bu günlərdə? Məsləhətimizə qayıdan, bizə fayda verən işlərdə keçirmişik, yoxsa yox. Allahın itayətində, zikrində, kitabının tilavətində, dininin təlimində keçirmişik, yoxsa yox. Hər kəs baxsın etdiyi əməlinə, onun lehinədir, yoxsa əleyhinə, yoxsa ki bu günləri ancaq boş əyləncələrdə, oyunda keçirmişik, hansı ki heç kəsə bir fayda kimi qayıtmır. Əksinə, Allah Teala'dan uzaqlaşmaq üçün səbəblərdir. Ona görə də Ramazan ayı bəs edir sənin üçün ki, Allah Teala'nın oddan qullarını azad etdiyi bir aydır. Elə bir aydır ki, Allah Teala bədbəxtlik diyarından, məhrumiyyət, rəzillik diyarından öz bəndələrini xilas edir bu ayda. Əbu Umamə radiyallahu anhu deyir ki, Allahın hər iftarda azad etdiyi qulları var. Həmçinin Əbi Səidin Xudri radiyallahu anhu deyir ki, Allah Teala hər gecə, hər gündüz öz qullarından azad edir. Yəni Ramazanda. Ona görə Allah sizə rəhm etsin. Nə bacarırsınızsa bu ayın fürsətindən dəyərləndirin. Özünüzü Allahın qəzəbindən, əzabından, cəhənnəmindən xilas edə bilirsinizsə, azad edə bilirsinizsə, fürsətdir. Ərz edin özünüzü Allah Teala'ya. Onunla alış-veriş edin. Satın alın canlarınızı öz ibadətinizlə, itayətinizlə. Təbarani rəvayət etdiyi hədisdə, hansı ki Şeyh Albani həsənləşdirib, Ənəs ibn Malik radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmdən rəvayət edir. Deyir ki, İf'əlul xeyrə dəhrakum tu'radu li nəfəhəti rəhmətillah fə innə nəfəhətun min rəhmətihi yusibu biha mən yəşəu min ibadih. Ömrünüzün hər bir anını xeyrə həsr edin, hər bir anında xeyr edin. Çünki Allah Teala'nın bu ömrün günlərində əstirdiyi rəhmət mehi var və Allah Teala bu rəhmət mehindən, bəndələrindən istədiyinə toxundurar. Ona görə də Ramazan fürsətdir, qazanc əldə edə bilməyin üçün və bu fürsət genişdir, heç də təkcə orucla kifayətlənmir. Əksinə yaxşılıq et, yaxşılığı yay, ehtiyac sahiblərinə kömək et, zəiflərə, yoxsullara əl tut və Peyğəmbər sallallahu aleyhi və səlləm insanların ən səxavətlisi idi.
və Ramazan daxil olanda, Cəbraillə qarşılaşanda, Cəbrail ona Quran öyrədəndə daha da səxavətli olurdu. Deyir ki, İbn Abbas radiyallahu anhu, Peyğəmbər sallallahu aleyhi və səlləm sürətli əsən küləkdən daha səxavətli idi. Və həmçinin Ramazan fürsətdir. Digər ibadətlər üçün, o ibadətlərdən qazanc əldə etməyin üçün Allahın kitabını tilavət edə bilirsənsə et. Gecə namazları, təravih namazları qıl, sədəqə ver, yemək yedizdir, oruç tutana iftarını açdır. Həmçinin bu ayın ümrəsi var, bacarırsansa et. Həmçinin bu ayın son 10 günündə Peyğəmbər sallallahu aleyhi və səlləm etikaf edib. Ramazanın son 10 günündə etikaf etmək, Peyğəmbər sallallahu aleyhi və səlləmin tərk etmədiyi sünnəsidir. O gecələrdə Qədir gecəsini axtarardı. Ayşə radiyallahu anhə deyərdi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın sonun günündə etikaf edib, hətta ölənə qədər ondan sonra qadınları da etikaf edib. Və Zuhri rahiməhullah deyir ki, təəccüb edirəm müsəlmanlara, necə etikafı tərk ediblər? Baxmayaraq Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldiyi gündən ölənə qədər etikafı tərk etməyib. Ona görə ağıl sahibi dərk edər, sadiq olar və fürsətə baxar, görər ki, fürsət hələ də var və getsə qayıtmaz. Ona görə çalışar, istifadə etsin. Ona görə Allah sizə rəhm etsin. Bu əzəmətli fürsəti dəyərləndirin. Öz nəfsinizdən Allaha xeyir olanı göstərin və nə xeyir edəcəksinizsə Allahın yanında tapacaqsınız. Və Allahın yanında olan daha xeyirli, daha əzəmətli savabdır. Allahdan bağışlanma diləyin. Həqiqətən Allah Taala bağışlayan, rəhimlidir. Allah Taala qəlblərimizi qəflətdən oyatsın. Bizə ölməmişdən qabaq sadiq tövbə nəsib etsin. Bizə uğur, zəfər nəsib etsin. Bu ayda xilas etdiyi, cəhənnəmdən azad etdiyi bəndələrindən etsin. Allah Taala ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkəmizi əmin-amanlıq diyarı etsin. Düşmənlərin şərrindən, məkrindən, hiləsindən qorusun. Ölkə başçımızı qorusun. Onun işlərində müvəffəq etsin. Ətrafında ona xeyirdə dəstək olan insanları cəm etsin. Şər, məkirli insanları ondan uzaq etsin. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və li səiril musliminə min kulli dəm. Fəstəğfiruhu innəhu vəl-ğafurur-rəhim. Elhamdülillahi Rabbil ələmin. Vəssalatu vəssalamu alə əşrafil ənbiyyə vəl-mürsəlin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil-adli vel-ihsani və ita'i zil-qurba və yenhə anil fəhşai vel-munkari vel-bəği. يعظكم لعلكم تذكرون. واقم الصلاة.